Həyatınızda gördüyünüz ən böyük möcüzə nə olub? Hansısa xəstənin sağalmasında ilahi möcüzə görmüsünüzmü? Həyatda gördüyüm ən möcüzəli xəstə ağır tireotoksikozla olan bir xəstə olubdu. Xəstə rayon şəraitində bütün ümidləri xəstədən üzülüb və hesab ediblər ki, xəstə artıq o dünyalıqdır. Elə bir xəstəni təsadüfdən mənə dəvət elədilər. Mən xəstəyə baxandan sonra gördüm ki, xəstə doğrudan ağır vəziyyətdədir. Çərici aritmiya ilə, ürək çatmamazlığı ilə, ağır zəhərli zobla çox kaxektik ağır bir durumdadır. Və orada müalicə həkiminə bəzi məsələləri tapşırıq verdim ki, biraz ona toksikoz əleyhinə müalicə aparsaz, biraz aritmiya əleyhinə müalicə aparsaz, biraz xəstə bir balaca özünə gəlsə, biz onu əməliyyat stoluna götürsək, zəhərli zobu götürsək, xəstənin yaşamaq şansı var. Belə bir hadisə olub. Elə də elədik, bir 10 gündən sonra xəstəni əməliyyat stoluna götürdük, onun zəhərli zobunu götürəndən sonra xəstə yavaş-yavaş əmələ gəldi, yeməyə başladı, xəstədə aritmiya əlamətləri keçdi, xəstə sağaldı qısası. O, həm mənim üçün, həm də xəstənin yaxın adamları üçün həqiqətən bir möcüzə kimi oldu ki, necə ola bilər ki, bu qədər arıqlanmış, zəifləmiş bir insan həyatda sağ qala bildi. Bax, bu hadisə mənim başıma gəlib, o xəstə hal-hazırda da sağdır, müəllim də özü də, yardımlıda müəllim kimi çalışır. Bax, bu hadisə mənim üçün doğrudan tibbi möcüzəsi hesab eləyə bilərəm mən onu.